Değerli izləyicilər, dekabr ayının 22-si bir son dəqiqə məlumatı diqqətinizə çatdırırım ki, ünvanlı dövlət sosial yardımı alan ailələrə 200 manat məbləğində bir dəfəlik yardım veriləcək. Hansı ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamın icrası məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitindən 15 milyon 300 min manat vəsait ayrılacaq. Bal alanda belə bal alın. Yəni əsl təbii bal havalar soyuduqca qatılaşmalıdır və müəyyən müddətdən sonra da xarlanıb donmalıdır. Bir balın gözəlliyinə baxın, bura baxın. Bir balın süzülməyinə baxın. İncə tel qədər olub və qırılır. İndi bunun süzülməyinə baxın. Min bir dərdin dərmanı olan bizim gökə balımızdır bu. Kim əgər istəsə Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. 051 546 39 39 zəng eləyin, sifariş eləyin, qoy sizin süfrənizdə bizim də ballardan olsun. Sağ olun.